bilir. Ancaq düzgün belə deyim texnika ilə yemək hazırlanan zaman indi deyəsiz yeməyə nə texnika, amma yox. Düzgün, yəni ardıcıllıqla hazırlanan zaman yemək məncə daha tez başa gəlir. Ona görədən ilk öncə qızlar alça turşusunu suya qoydum. İslansın, yumşalsın. Adi suya, isti suya yox. Bəlkə düşünərsiniz ki, qaynar suya qoyun. Qaynar suya qoysaz, o qaynar su onu parçalamağa başlayacaq. Bir də baxasınız ki, yəni ortada heç nə yoxdur. Ona görə soyuq suya qoyuram kənardan. Daha sonra qızlar umacı edir. Umacı nədir? Ərişlər üçün xəmir yoğururam. Biraz un və su, biraz da duz. Qəşəng xəmirimi yoğurmağa başlayırdım ki, Nikoş durdu qızlar. Getdim Nihadı götürdüm. Daha sonra belə bir şey deyim. Fikir versəz, mən çəkilişlərimdə adətən sadəcə çəkilişimə yer verirəm. Nihadı o qədər də belə deyim də, yəni onun varlığından istifadə etmirəm də. Amma bəzi momentlər olur ki, Nihadı baxın belə Kukla mebelinin üstündə görsəz, bilin ki, o narahat idi, ağlayırdı və mən də işimi yekunlaşdırım deyə bəzən məcbur qalıram, Nikoşu gətirib yanımda otustururam. Yoxsa imkan vermir. Neysə qızlar, çox daş kimi də yox, çox yumuşaq da yox. Qulaq məməsi qıvamından biraz da sərt xəmiri yoğurdum. Daha sonra ilk öncə qızlar ərişdələri kəsirəm ki, növbəti görəcəksiniz hissələrdən hazır olsun əlimdə. Ona görə də mən düşünürəm ki, düzgün qaydanı, ardıcıllığı düzgün etsəz, yemək də daha tez başa gələr. Həm də rahat olar, yorucu olmaz, uzun uzadı olmaz. Daha sonra qızlar, gördüyünüz kimi kündəni 2 yerə kəsdim və yaydım. Yaydıqdan sonra da gördüyünüz qaydada doğramağa başladım qızlar. Əslində ərişdə nə qədər uzun olarsa daha görüntü olaraq daha gözəldir, amma çox uzun ərişdəni də yemək rahat olmur, hələ supda, vəbşi. Neysə qızlar, ərişdələrimi hazırladım, qoydum kənara. Daha sonra keçdim, bir dənə soğan götürdüm. Mən adətən yeməkdə, qovurmalıq yeməklərdə çox soğan istifadə edirəm, amma belə supda, sozda bir dənə istifadə edirəm. Qəşəng soğanı soydum qızlar, daha sonra xırda-xırda doğradım. İndi görəcəksiniz. Siz necəsiz qızlar, nə edirsiniz, nə var, nə yox, işiniz, gücünüz. 2 gün hava soyuq oldu, şaxtalı oldu, qış yeməklərindən nə hazırlamısınız? Adətən bizim Azərbaycanlıların, bizim xalqımızın qış gələn zaman, biraz hava yağışlı görən kimi, havanı biraz soyuq görən kimi İlk bişirdikləri yemək xəngəl olur. Təbii ki, soyuq havalarda. Qızlar, mən xəngəli sevirəm. Və onun üçün də mənim üçün qış yay fərq etmir. Yəni, elə olub ki, mən yayın cırhacırında da ürəyimi xəngəl istəyib, bişirib yemişəm. Amma indi baxmadan, qışda başqa oluruq. Ona görə də adətən, dünən də gündən şəklini storydə paylaşmışdım Instagramdan. Çiçək Əsədova vlog yazaraq məni Instagramda takip edə bilərsiniz qızlar. TikTokda da yeni səhifə açmışam. Blog altdan xətt çiçək 23. Oradan da məni takip edə bilərsiniz. Zəhmət olmasa aktiv olun. Videoları bəyənsəz, like edin. Səhifələrimi, kanalımı bəyənsəz, takip etməyi unutmayın. Dünən storydə post paylaşmışdım. Story paylaşmışdım Instagramdakı. Nə bişirirəm? Gündən şəklini paylaşmışdım. Qızlar, su qoyuram, qaynasın ki, mən ərişdəm üçün, yəni qaynar su olsun əlimdə. Daha sonra demək seçim olaraq ərişdə supu və xəngəl qoymuşdum qızlar, amma daha çox demək anket olaraq daha çox oy xəngələ gəlmişdi. O da normaldır, çünki qışdırsa, hava biraz soyuqdursa, hava biraz yağışlıdırsa, ilk ağla gələn nə olur? Təbii ki, xəngəl. Ona görədən, ancaq mənim dediyim kimi fikrimdə onsuz da var idi, qızlar, ərişdə supu bişirmək. Ona görədən dedim elə, bu soyuq havadan da istifadə edin, bişirim.
Qızlar, inanırsınız o qədər dadlı alındı. İlk öncə demək kərə yağında və daha sonra kərə yağında içərisinə kərə yağı yanmasın deyə biraz duru yağ əlavə elədim. Qəşəng bir bütöv soğanı doğradım qızlar. Biraz cüzi qızla çalandan sonra qaynatmış olduğum çaydandakı suyu da burada Nikoş baxır ki mamam neyniyir. Kamera görən kimi özünə baxır. Hə, daha sonra soğanın üzərinə biraz sarı kök əlavə etdim. Daha sonra suyunu əlavə etdim. Qoydum qaynamağa qızlar. Burada da istədim biraz nikoşu çəkəm xalaları üçün. Allah bütün balaları qorusun, saxlasın. İnşallah bizim balamız da onların içindən. Hər kəs balası üçün çalışır, əziyyət çəkir. Daha sonra qızlar qaynayan həmin suyun içərisinə ıslaqda saxladığım turşuları qəşəng yudum, süzdüm. Tökdüm suyun içərisinə. Ardınca isə ərişdələri əlavə etdim. Etdikcə də təbii ki, mütləq qarışdırın ki, ərişdələr bir-birinə yapışıb xəmir olmasın. Daha sonra da qızlar, ərişdələr üzə çıxana qədər qəşəng bişirirəm. İnanırsınız, o qədər dadlıydı, o qədər dadlıydı. Super, sadəcə super. Resepti sizlə bölüşmək istədim qızlar. İndi də hava çox isti deyil, bilirsiniz, günəş çıxıb, amma yenə də nəticədə soyuqdur, şaxtadır. Siz də hazırlayın, sizə də nuş olsun. Allah hər kəsin canını sağ eləsin, hər kəsin evi isti olsun. Dediyim kimi, toxun acdan nə xəbəri misalı məndən uzaq olaraq hər zaman soyuq havalarda çöldə olan insanları, imkansız şəraiti olmayan insanları, hər kəsi düşünürəm ki, görəsən bu soyuq havada kimin qazı gəlir, kimin işığı gəlir, yəni ki, çətindir. Qızlar, pul biberi hələ açmamışdım. Əslində onu açıb sizə göstərib sonra əlavə edəcəkdim, amma gördüm o çəkiliş edənə qədər yeməyə istiot vurmalıydım. Mən o istiotu yoldaşım alanda qızlar biraz nəmli olur. Ona görə onu mən bir padnosa falan tökürəm, quruduram, sonra elə istifadə edirəm. Sonda da pul biber əlavə edim və gətirdim bir dişdə, tam bişəndən sonra qızlar, bir dişdə sarımsaq tökdüm ki, təbii ki, sarımsaq zövqdən asılıdır, istifadə etməyə də bilərsiniz. Əslində ərişdə supla sarımsaq vurulmur, amma dediyim kimi soyuq qış ayı sup yeməyi düşündüm ki, vitaminli olar və çox gözəl bir resept alındı. Allah hər kəsin dediyim kimi canını sağ eləsin. Yoldaşlarınızın əgər evinizə pulu kim gətirirsə, qazancını, çörəyi belə kim gətirirsə, belə deyim də, Allah həmin insanda canını sağ eləsin qızlar. Biz xanımların da canı sağ olsun. Evdə istədiyimiz yeməklərimizi qəşəng, yay, qış fərqi yoxdur, bişirək, yeyək, ailəmizlə birlikdə. Hər şeydən öncə can sağlığı olsun. Çünki insanın canı sağ olduqdan sonra nə olur olsun, yəni əziyyətlə də olsa, nə bilim, çox çətin yollarla da olsa, nə olur olsun, yenə də bir şeylər edir. Ona görə də uzun ömür, can sağlığı arzu edirəm hər birimizə. Amin. Hər birimiz ailəmizlə xoş günlər görək, balalarımızın xoş günlərini görək. Bugün səhər-səhər yoldaşıma deyirəm ki, mən o qədər istəyirəm də Nihadın böyüdüyünü görmək, böyük oğlan olduğunu görmək. Allah o günləri hər birimizə nəsib etsin ki, balalarımız böyüsün, boya başa çatsın, biz də o günləri görək. Bu da supumun son halı qızlar. Ərişdə supumun bol alçalı, ləzzətli, yağı, duzu, istiotu bir damcı çox olmuşdu. Amma qalan hər bir şey yerində möhtəşəm bir sup. Və təbii ki, faydalı. Mən xəstələnəndə, qrip olanda ilk istədiyim bu sup olur qızlar. Necədir, bəyəndiniz? Bəyəndinizsə, zəhmət olmasa videonu like etməyi və kanalıma da abunə olmağı unutmayın. Sizi sevirəm. Yaxşı ki varsınız. Öpürəm siz çoxlu-çoxlu. Növbəti videolarda görüşərik. Hələlik.